Dinimizdə belə bir prinsip var. Belə bir misal deyir Peyğəmbər, hədislərdə var ki, bir insan bir bina tikirsə, az da olsa bir kərpic qoyursa, nə zamansa bitəcək və bu binada yaşayacaq. Binası tikilib qurulacaq. Amma bir insan 5 kərpic qoyur, 10'unu dağıdır, 5 qoyur, 3'ünü dağıdır, 3 qoyur, ikisini uçurur. Bu heç zaman binanı başa çatdıra bilməyəcək. Bu yandan tikib, bu yandan uçuran adam. Dinimizin prinsipi budur ki, yaxşı iş görməklə pis işi tərk etmək arasında üstünlük pis işi tərk etmək olmalıdır. Üstünlük, prioritet budur insan üçün. Prioritet mövzu budur insan üçün. Mənəvi inkişafın ən çox diqqət olması tərəfi tərk etməkdir. Əməl etmək yox. Əməl öz yerində var, amma tərəziyə qoyulanda tərk əməldən ağır gəlir. Daha çox diqqətinizi ona yönəldin, tərkə yönəldin, tərk etməyə yönəldin. Niyə bizim üçün günahı tərk eləmək daha mühümdür? Bu ay haqqında da danışdıq. Peyğəmbərdən soruşdu Həzrət Əli ki, ən üstün əməl hansıdır bu ayda? Buyurdu ki, əfzəlul əmal fi hazə şəhr əl-vəra' an məharimillah. Bu ayda ən üstün əməl Allahın haramlarından çəkinməkdir. Haramlardan çəkinsən, inkişaf öz-özünə gedəcək. Öz-özünə gedəcək. Maniyələri yoldan çəksən, inkişaf öz-özünə gedəcək. Əlbəttə, keçən söhbətlərdə biz bunu demişik. Dinin son məqsədi insanı günahdan çəkindirmək deyil, qarışdırmayın. Din gəlməyib ki, sən tək bədbəxt olma vəssalam. Dinin axırıncı məqsədi bu deyil ki, adamı bədbəxtçilikdən qurtarsın. Dinin son məqsədi insanı xoşbəxtçiliyin zirvəsinə qaldırmaqdır. Yoxsa ki, çox adamın zehnində din minimum bir şeydir. Deyir, məsələn, şükür Allaha, cavanlar namaz qılır, oğurluq eləmir, onun bunun namusuna sataşmır, qumar oynamır, araq içmir, falan eləmir. Elə bil ki, məsələn, din bu boyda əzəmətdə din gəlib ki, cəmaət araq içməsin, bir-birinin namusuna sataşmasın, zina eləməsin və s. Dinin bütün əzəməti ilə məqsədi bu ola bilməz. Dinin məqsədi bu deyil ki, insanı bədbəxtçilikdən qurtarsın. Xeyr, dinin məqsədi insanı xoşbəxtçiliyin zirvəsinə ucaltsın. Bu öz yerində. Amma günahdan çəkinmədən həmin o məqsədə çatmaq mümkünsüz bir şeydir. O məqsədə çatmağın ən ibtidai, ən vacib yolu günahlardan çəkinməkdir. Maniyələri aradan aparmaqdır.